Göyçayda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ 2106 markalı avtomobilin sürücüsü əvvəlcə Kia markalı avtomobillə toqquşub, daha sonra isə yaxınlıqdakı Yuxarı Şirvan kanalına düşüb. Nəticədə avtomobildə olan sürücü 84 yaşlı Osmanov Ağalar Şamiloğlu kanalda batıb. Dərhal hadisə yerinə rayon hüquq mühafizə orqanı əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin kiçik gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub. Meyit tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Kənddən gəlirdik, Murti kəndindən gəlirdik. Mən arxada evakuatorla gəlirdim. O da mənim qarşımda gəlirdi. Yəni sürət həddi olmayıb, çox sürət həddi az olub. Öz getdiyi yolda o yaşlı adam olub gələn. 06 göy 06-dır. Gəldiyi yerdə vurub maşını. Bizim maşını sağ tərəfdən, sol tərəfindən vurub gəlib düşüb kanala. Yaşlı adamdır, 88 yaşı var. Hal-hazırda axtarışlar davam edir. 1 saatdan çoxdur ki, son içindədir. Hazırda faktla bağlı araşdırma aparılır.